Yenidən isidildikdə zəhərlənməyə səbəb olacaq 6 qida. 1. Toyuq əti. Toyuq əti zülal baxımından zəngindir, amma yenidən isidildikdə zülal quruluşu pozulur. Bu həm həzmi çətinləşdirir, həm də bağırsaqlarda toksinlərin yaranmasına səbəb ola bilər. Əgər toyuq yeməklərini saxlamısınızsa, onları isitmədən soyuq şəkildə yeməyə çalışın. İspanaq. İspanaq yüksək nitrat tərkibli tərəvəzdir. Yenidən isidildikdə nitratlar nitritə çevrilərək qan dövranına mənfi təsir göstərə bilər. Xüsusilə uşaqlar üçün riskli olduğundan ispanağı təzə istehlak etmək daha doğrudur. Kartof. Qaynadılmış və ya bişmiş kartoflar yenidən isidildikdə nişasta quruluşunu dəyişir. Bu həm qidalanma dəyərini azaldır, həm də mədə problemlərinə yol aça bilər. Kartof yeməklərini soyuducuda saxlasaz belə onları isitmədən yemək məsləhət görülür. Göbələk. Göbələklər zülal baxımından zəngindir. Yenidən isidildikdə tərkibində dəyişiklik olur. Göbələk yeməklərini bir dəfəyə yeməyə diqqət edin. Yumurta. Qaynadılmış və ya bişmiş yumurta yenidən isidildikdə toksik maddələr yarana bilər. Xüsusilə mikrodalğada isidilməsi sağlamlıq üçün böyük riskdir. Yumurtanı hər zaman təzə və bir dəfəyə yemək ən sağlam seçimdir. Düyü. Düyü düzgün saxlanmadıqda bakteriyaların çoxalması üçün əlverişli mühit yaradır. Yenidən isidildikdə bu bakteriyalar sürətlə artaraq qida zəhərlənməsinə səbəb ola bilər. Buna görə düyünü bişirdikdən sonra uzun müddət gözlətməmək lazımdır.